Bu həftədən enerjilər kəskin dəyişir və bəzi bürclərin həyatında tamamilə yeni bir istiqamət başlayır. Xüsusilə uzun müddət gözləyənlər üçün açılışlar gəlir. Bu dəyişiklik həm karyera, həm şəxsi həyat, həm də qərarlarında özünü göstərəcək. Bu həftədən həyatı tamamilə dəyişən bürclər. 1. Əqrəb. Bu həftə əqrəblər üçün qapıların açılması dövrüdür. Çoxdan gecikən bir xəbər, pul ya da münasibətlə bağlı dönüş gözlənilir. Əqrəb yeni bir başlanğıca keçərək köhnə bir yükdən qurtulacaq. Oğlaq. Oğlaqlar üçün bu həftə taleyin yenidən yazılması kimidir. İş, pul və karyera sahəsində gözlənilməz, lakin çox müsbət yönlü dəyişiklik gəlir. Yeni bir razılaşma, təklif və ya irəliləyiş həyatı tam başqa istiqamətə aparacaq. 3. Dolça. Dolçalar üçün həm şəxsi enerji, həm də taleyin axını dəyişir. Köhnə dövrdən çıxış başlayır. Əlaqələr, dostluqlar, həmçinin maddi sahədə yeni başlanğıclar gəlir. Yeni həyat ritmi başlayır. 4. Balıq. Balıqlara bu həftə güclü intuisiya ilə aparılan bir dönüş gəlir. Uzun müddət qapalı qalan şans açılır. Maddi rahatlama və ürək işlərində gözlənilməz xoş xəbər mümkündür. 5. Şir. Şirlərin həyatında sürətli hərəkət başlayır. Bir qərar, yeni istiqamət, gözlənilməz dəstək və ya şanslı təsadüf bu həftədən tam dəyişiklik yaradacaq. Xoş təsadüflər dövrünə keçir.